Elbəy Kərimli 2 il bundan əvvəl 2023-cü ilin avqustunda Heydər Əliyev heykəlinin üzərində Stalin ifadəsini və başqa ifadələri yazdığına görə şərlənərək həbsə atılıb. Gənci Milli Bankın mərkəzi ofisinin qarşısında 28 may metrosunun yaxınlığındakı parkda saxlayıblar və bu saxlamadan sonra gənc çox böyük işgəncəyə məruz qalıb 22-ci polis bölməsində. O qədər döyüblər ki, gənc məcbur olubdur narkotik saxlama və satışı saxta ittihamını üzərinə götürsün. Ona təklif ediblər ki, ya üzərinə silah qoyacaq, ya narkotik, ya da vətənə xəyanətlə telefon və hansısa hərbi obyektləri yazaraq səni şərləyəcək. 2 ay həmin şəxsdən heç bir xəbər olmadı. Nə baş verir? Həbsdə saxlanan zaman ona 6 il həbs cəzası verilir. Fəal həbsdə olarkən çoxlu sayda etiraz aksiyalarını, quru aclıq aksiyalarını keçiribdi bir neçə dəfə. Axırıncı dəfə aclığı o 23 may 2025-ci ildə keçirmişdi. Kartejə salınıbdı həmin bu vəhşi rejim tərəfindən. Və ən önəmli məsələ 12 dekabr 2025-ci il tarixində Heydər Əliyevin rəsmi elan olunmuş ölüm tarixində həmin şəxsin də ölüm xəbəri çıxır ki, o, sən demə, Elbəy Kərimli özünə qəsd edibdi, intihar edibdi və onun saxlandığı həbsxananın 2 saylı cəza çəkmə müəssisəsinin sankastında asılmış vəziyyətdə tapıldığını deyirlər.